Şağlı onu malıysa 5 qəpik 10 qəpik qoyun satın. 3 manat qoyub satmayın. Məhv eləyəcəm hamınızı deyən o. Ana Çürüyə gəlirlər. Bak paska ilə bir manata. Gəl Ali, gəl Ali. Nədir o elə? Baba, dostlar gəlib. Vay. Paskası bir manata. Bax hamısının tarixi üzərində. Çeşiddən var, çeşiddən var bax. Bir manata kasıbın dostu. Kimdir? Şaka. Bayramda kişi içib piyan olub, boş qabların hamısını qırıb. Anama, bacıma yaxşı baxmamısa, aşı gətirib yaxşı qoyma. Gəlin boş qabları alın xanımlar, boş qabınızın yerində oldurun. Bax o, böyük ölçüdə aş boş qabı, bax soğuz boş qabı. Nə gözəldir. Siz xanımların əlində kişiləşə bilirsiniz. Ağ corabdan, çay dəsmalından, ləkə aparan belə paltar sabunu var, bax. Bir də ki, bir də koftasına ira tutursunuz. Bu koftanı 50 manata alıb. Mododur, modu. Ana sən, sən. Ama maşın ətri, ev ətri gəldi, koftan maşın bağlı. Kimlə, necə görürsə, elə də görürsün. Maşın ətirləri, gəlin alın, nə istəyirsiniz? Başqa nə ürək istəyir, gətirib alın. Yazın rəylərdə, bax Bəli. yazın gətirəcəyik. Yazın, maşın- 5 manat aldığınız şeyləri yazın gətirə 1 manata. Gətirib Nə satacam, qışqırırsan? gətirib satacam, bəli. Kim mənə rəqabətə girməsi, mən özümü rəqabət görmürəm, heç kimi. Yəni onu bilirəm ki, mənə vaxtilə mal satanlar indi məndən mal götürürlər. Amma belə olmaq lazım. 5 qəpik qoyun, bir dənə sarı 5'li 5 qəpik var, amma marşrut götürmür. Söz haqqı. Bəzi müştəriyə versən götürmür onu istat. Bax onu qoyun üstünə vallahi saya işləyirəm. Bura qədər olacaq, qursunu verən Allahdır. Video bəyənin paylaşın.